Salamlar, vaxtınız xeyir olsun. Mən sizə demişdim ki, monitorda ingilis dilinə, rus dilinə çevirmə qaydasını göstərəcəm. Sadəcə Çin dilində hələ heç bir proqram yazılmıyor. Məndə proqram yazılıb, proqram yazılmayan monitorlarda da yoxlayın. Elə bu qaydada. Sonra rəy bildirərsiniz alınıb alınmamağı barəsində. Deməli, əvvəla nə edirik? Keçid edirik menüyə. Burada iki cürə settings var. Yəni ayar. Biri budur. Biri də yaşıl rəngdədir. Biri göydür, biri yaşıl. Bu settings. Daxil olan kimi ora. Burada all system settings. All settings. Deməli, keçid etdikdən sonra burada yəni düşürük aşağı ikinci. Bu işarə sistem. Burada keçid etdikdən sonra burada dil, language. Keçdik ora, burada bir dənə də keçid edirik. Burada indi izah edirəm. Sizdə tək ingilis dili olacaq. Add, yəni əlavə eləmək, dil əlavə eləmək. Mən rus dili də əlavə etmişəm. Azərbaycan dilində biraz bundan qabaq etdim. Azərbaycan dilinə tərcümə etmir. Yəni ola bilər sistem başa düşmür Azərbaycan əlifbasını. Rus dilini əlavə eləyirsiniz. Yəni burada ədə basdıqda keçid etdikdə burada dillərdir. Yəni rus dilini seçirsiniz burada. Ondan sonra nə edirik? Rus dilinin üstünə basıraq keçirdirik birinci yerə. Artıq oldu rus dilində. Fikir verdiniz, dəyişdi. Yəni bütün dil gördüyünüz kimi oldu rus dilində. İndi burada bəzi Çin dilində qalan da olur. Yəni az sayda ingilis dilində qalanlar da olur. Yəni ümumilikdə görürsünüz ki, olur rus dilində. Bu qədər.